Uğursuzluq səni anbaan niyə izləyir? Maraqlı söhbət edəcəm, yaxın əyləş. Birincisi, sən dəyişmək istəmirsən. Sadəcə dəyişmək istəyən insan obrazını oynayırsan. İkincisi, sən yorğun deyilsən. Sən sadəcə qaçırsan. Çünki məsuliyyət səni qorxudur. Özünü aldatma. Üçüncüsü, sən hər şeyi bilirsən, videolar izləyirsən, oxuyursan, amma etmirsən. Çünki bilmək rahatdır, etmək isə ağrılıdır. Dördüncü, sən özünə mühitlə bəraət qazandırırsan. Hamı belədir deyirsən. Çünki fərqli olmaq tənhalıq tələb edir. Sənsə tənha qalmaqdan qorxursan. Qala bilmirsən. Beşinci qayda. Sən uğursuz deyilsən. Sən sadəcə özünü ciddiyə almırsan. Nələr bacardığının fərqində belə deyilsən. Və bu ən təhlükəli haldır. Uğursuzluğu yenməyin yeganə üsulu özünlə üz-üzə gəlməkdir. Bəs sən özünlə üz-üzə gəlmisən? Fikirlərin çox maraqlıdır.